Salam xanımlar. Deməli, sizin köməyinizə ehtiyacım var. Amma bu ehtiyacı deməmişdən öncə bir şey danışacağım, axırda deyəcəm. Deməli, biz may ayında evimizi satıb yeni ev aldıq. Videom getdi, kəşfiyyata düşdü. Kəşfiyyatdan sonra mənə şəxsiyə hədsiz sayda suallar gəldi ki, bəs necə satdınız, necə aldınız, nə etdiniz? Ona görə istədim ətraflı video çəkəm. Amma burada vaxt az olduğu üçün, yəni bunu mərhələ-mərhələ şəklində çəkmək istəyirəm. Deməli, biz evimizi satdıq. Birinci günü internetdə, TikTokda falan, yəni saytlarda çox ev axtardıq. Sonra bir maklerin nömrəsini tapdım. Xanım idi. Ona zəng elədim, danışdıq elədik, görüş təyin elədik. Hansı bölgədən almaq istəyiriksə evi. Getdik, görüşdük, bizə evləri göstərdi, elədi. Çox yaxşı xanım idi, çox xoşuma gəldi. Mən də yoldaşıma demişdim ki, evdən çıxmamışdan qabaq, bəs yaxşı geyim falan, nəyim varsa onu giyin də, onu geyinək ki. Çünki bəzən olur da maklerlərdə falan elə bir şey olur ki, deyir, əşi bu, yəni sıradan geyimdə gəlib də, onsuz da almayacaq, bir şey eləməyəcək, bizi boş-boşuna görür. Ya loxlayırlar insanı, ya da ki, yola verirlər də, yəni maraqlanıb eləmirlər. Mən də deyirəm ki, qoy, yəni soyuq hava vaxtı idi, aprel idi. Üst geyimi falan bahalı geyinimi eləyim ki, qəşəng görsənim də. Qəşəng görsəm yox, yəni ki, bilinsin ki, hə, yəni bunlar da oradan ev alacaqlar, nə edəcəklər? Məndə də elə bambalaq var. Hə, geyindik, deməli getmişik, maklerlə görüşdük, elədik, o boyda yol getmişik, 1 saat yarımlıq yol. Mərdəkanda qalırıq, getdiyimiz yerə 1 saat yarımlıq yol var. Orada qalırıq daha doğrusu. Yoldaşım mən heç bir şey deyim geyimim haqda. Bu gözü bağlı gəzir yəqin yol gedəndə. Makler xanım gəldi, bizə evləri göstərdi, elədi. Nəsə oldu, mənə nəsə dedi. Mən də qayıtdım, dedim ki, nə pulumuz var, qəpiyinə qədər yığmışıq ki, bəs ev alaq da, heç bir şey xərcləyib eləmirik. Nəsə oldu, yadımda qalmadı nə bir şeydir. Xanım da mənə qayıt dedi ki, can falan belə şey dedilər. Amma yadımdan çıxdı ki, o mənə nə dedi də. Mən də deyirəm ki, indi şeydir də, evə görə bir şey eləyir də. Yəni ki, yəni cavan ailədilər, bütün pullarını yığıblar, ev alfanına qayıtlar edirlər belə. Gəlib evə baxam, görəm nəyə görə can demiş, yazığı gəlibmiş mənə. Məncə ona görə. Bayramın arxası bugün çox bahalı firma geyinmişəm ki, bahalı görsənim. Paltomun arxasına nə gün dəymiş əliyiri. Yəni bunu yoldaşım yolda necə görməyib, necə deməyib, yəni xəbərim yoxdur. Başım çıxmır da mənim. Buna baxın. İndi onu soruşacaqdım ki, mən bunu nə edə bilərəm ki, bu düzəlsin. Yəni bahalıqda çox xoşuma gəlir, həm də ki az geyinmişəm. Yəni ki, bahalı mallara heç bir şey olmur, neynəmir, ay brend. Niyə bu günə düşdü, bilmirəm. Yəni havasızlıqda da qalmayıb da, deyim ki, havasız qalıb. Sonra ikinci gün gəldi. İkinci gün haraydı? Maşdağa. Maşdağda bir ev tapmışdım. Ev çox gözəldir. Hər bir şey qaydasına, kopçası falan filan, hər bir şey yaxşıdır. Yəni deyilənə görə elə idi. Elanda, saytda görmüşdüm nömrəsini. Buna zəng elədik, danışdıq. Dedilər, ay sabah mütləq gəlin, baxaq, eləyək, zad-zud, o yan bu yan. Getdik baxmağa. Maşdağaya çatmışıq. Dedi ki, Maşdağa molun qabağında mənə zəng eləyin. Çatmışıq Maşdağa molun qabağına. Maşdağa molun qabağında gözləyirik beyəfəndini. Deyir ki, bəs buradayıq da, bəs gəlmirsiniz. Zəng elib deyəsən ki, 2 gün qabaq o evə beh verilibdi, onsuz da ev çatışdan çıxartmışam. Yəni bu əvvəlcədən xəstəsən, niyə demirsən ki? Bir dənə dev romanda tapdıq. Orada zəng elədik, danışdıq. Dedi ki, kupçazada hər bir şey var, qaydasında da o yan bu yan. Gedən günü zəng eləmişik ki, bəs gəlik də, hardası deyir, bəs qardaş, mən bir şey deməmişəm də, bu evin kupçası yoxdur. Bunu niyə əvvəlcədən demirsən ki? Ondan sonra başqa bir yerə getdik. 3-4 gün sonra. Bizə dedilər ki, filan yerdə gözləyin bizi. Gözləmişik, zəng eləyirəm, xanımdır. Zəng eləyirəm, cavab vermir, zəng eləyirəm, cavab vermir, zəng eləyirəm, cavab vermir. Axırda cavab verdi. Hamamda yəni çimirdi, neynirdi, bilmədim, su səs sal gəlirdi. Deyirəm, bəs biz gəlmişik buradayıq. Deyir, hə, gözünü 2 dəqiqə gəlirəm. 12 dəqiqə keçdi üstündən. Gözləyirəm, təzə zəng elədim. Gəlir, 2 dəqiqə oradayıq. 22 dəqiqə oldu gəlməyə. Nəsə bizi apardılar, elədilər. Evlərə baxdıq. Büdcəmizi dedik. Büdcəmizi aşacaq evləri bizə göstərdilər, sağ olsunlar.
Biz də büdcəmiz elədi ki, ev almalıyıq. Ondan sonra asan xidmətin sənəd-sünədi, tex pasportu, nə bilim, çıxarışı falan filan baha çıxır. Köhnə evimizin kommunallarını ödəməliyik, köhnə evimizdən həm bəzi şeylər vardı, onları eləməliydik. Ondan sonra bu yeni evə əşya almalıyıq, santexnika şeylərini almalıyıq, mebel almalıyıq. Yəni bir otaq idi, oranı satıb 3 otaq almışıq. Büdcəmiz yəni əlimizdə kifayət qədər deyildi, yəni görmürdü. Ona görə yəni dedi elə bir ev olsun ki, həm evi alaq, həm içində dolduraq da. Evimizi satmaq demədik. Deməli biz keçən ilin may ayında ya 4-ü ya 5-i evə qoymuşduq satışa. Makler sata bilmədilər. Elə hər dəfə zəng elirdi ki, bəs evdəsinizsə gələk, müştəri gəlir, evə baxaq, eləyək. Gedirik. Evdə gözləyirik, evdən çölə çıxmırıq. Gəlib çıxmırlar. Axırda yoldaşım dedi ki, bəlkə hansı yalana sayta qoyaq. Götürdük, sayta qoyduq. Elə qoyduq üstündən hardasa bir neçə saat keçdi, bir müştəri yığdı. Dedi, evə baxmaq istəyirəm. Gəldi, danışdı, elədi. Baxdı, dedi ki, bəs qiyməti biraz bahadır da, biraz ucuz eləyin. Biz də evin içində əşyasını qoyub çıxırıq deyə. Gəldilər, baxdılar, razılaşmadılar qiyməti ilə. Qiymətini dedi, baha qoymusunuz. Sonra ümidimi üzdüm. Yıkıldım, ayaqda deyilim. Səhərsinə zəng elədilər, dedilər, bəs təzdən yenidən gəlib baxmaq istəyir. Gəldilər, baxdılar, anlaşdılar, elədilər. Elə ilk müştəri. Amma onunla bərabər də başqa insanlar zəng eləyib evə baxmaq istəyirdi. Sadəcə bunlar dedilər ki, biz milyon faiz, 100%, milyon faiz alırıq. Ona görə başqalarına demədim də gəlin baxın. Gəldilər, baxdılar. Biz də sevindik, elədik ki, evimiz satılır. Yığışdıq, elədik, bəzi şeylər yığışdıq. Həmən günü. Hələ sənədləşmə zad olmayıb. Sonra zəng elədilər ki, bəs kiçik bir pürüz çıxıb, yəni gələ bilmirik sənədləşməyə, amma gələcək. Dedim, milyon faiz ki, gəlməyəcəklər də bunlar. Yəni, ola bilsin fikirlərinə dönüblər, sadəcə demək istəmirlər. Dedim, ay Allah, mən veşləri zadları yığmışam, ümitlənmişəm, eləmişəm, arzularım ürəyimdən ötər qalsın. Bir də gördüm, axşamı zəng elədilər ki, bəs falan günü gedək asan xidmətə sənədləşmə zad. Məni saxlamaq olar, qaqaş, bir sevindim. Nəsə elə evi satdıq, elədik. Belə oldu. Yəni, sayta qoyduq, tez satıldı. Sonra başqa bir gündür bu. Dayanmadan axtarırıq da. Sonra o məni yığdı. Dedi ki, bəs belə bir maklerlər tapmışam, qəşəng evləri var falan filan. Sən elədi, danışdıq. İndi bu evi hansı maklerdən almışıq, sən onu maklerlərdir. Sən elədi, danışdıq, görüşdük, getdi evlərə falan baxdıq. Bir evi mən bəyəndim, bir evi yoldaşım bəyəndi. Onun bəyəndiyi ev elə bir Astanovka hardasa 26-30 dəqiqə piyada yol getməliydin ki, ora çatasan. Bir dənə balaca market var yanında. Mən bəyəndiyim evdə. Onda nə oldu? Onda da gəldi evin yiyəsi. Bu evi başqasına satıb, bunu demək istəmir. İndi fikirləşir, görüm ki, o danışdığım satmayıb daha doğrusu, danışıq gedib. O insan bizə çox verəcək, yoxsa bunlar verəcək. Ona görə qiyməti aşağı salınmır, nə bilim, gah dedi, bəhanə edir da, nə bilim, evə falan şey vurmuşam, onu vurmuşam, bunu vurmuşam, belə elə zat zut. Neçə ay qabaq satışa qoyub evi, həmən çox qiymətlə. Güya ki, sonra gəlib artırıb, halbuki elandakı şəkillərdə həmən o artırdığı şeylər var idi. 3 bəy makler idi bunda. Təzdən ikinci gün mamam gəldi, onunla bir yerdə gəldik, həmənki evlərə baxdıq. Nə qədər olmasa indi yaşımız azdır da, nə bilim, bəlkə nəsədən başımız çıxmaz, eləməz falan filan. Mamam da hələ getdik, həmənki evlərə baxdıq, başqalarına da baxdıq. Mamam da qayıtdı, dedi ki, hələ, bəs adam utanır da, kaş ki elə bunlardan bir ev tapardınız. 2 gün ancaq, yəni ki, bizlə məşğuldurlar da, ev göstərdilər, elədilər, adam pis olur. Elə evə getdik, həmən günü deyəsən, həmənki makler bizə zəng elədi ki, bəs bir ev var, gəlin baxın, həmənki bu aldığımız ev gəldik, baxdıq, danışdıq, elədik, behləşdik, getdik asan xidmətə. Sənədləşmə falan filan oldu, elədi. Yəni belə.
evi aldıq. Əşyadan əlavə hələ biz polu laklatmalıydıq. Lakada əməlli pulumuz getdi. Bir 500-600 manatımız getdi. Bir dənə usta tapdıq. Usta da o qədər möhtəşəm bir usta çıxdı ki, yəni düşman başına. Bütün printusumuzu aldığımız hər şeyi nə günə qoydu elədi, getdi. Sonra getdi şeyə, əşyalar almağa. Hələ bir şey yadımdan çıxıb. Deməli, bir makler tapdıq, ondan danışdıq. Çox yaxşı bir bəy idi. Yəni, yaşlı bir bəy idi. Bunda evlər yox idi. Elə bir başqa makler də var idi. Bu ona dedi, həmin makler biz apardı, getdi evlərə baxdıq. Deyir ki, çox gözəl yerləşmədə, doğrudan düz, yəni Astanovkaya yaxındır, 2 addımlıq yoldur. Çox gözəl yerləşmədə, çox gözəl, möhkəm, köhnə evlərdəndir. Yəni, içinin kosmetikasını yenirsiniz ki, əsas ev möhkəm olsun. Dedi, indi yəqin bir bəzi remont falan işlərə ehtiyacımız var. Ay Allah, getdik və girdik, ev yəni töylə də, ayaq yolusu o yerdən olandandır. Yəni o cür evlərdəndir. Yəni çox pis də, bərbad gündə, yəni 2 dənə şey var, deyə bura kladovkada. Girirsən ki, yəni inək qalmazdı orada. Yoldaşım deyir ki, mən sən orada bir anlıq təsəvvür edim. Dedim, şahanəm bu evdə bir gün artıq qalamız, ürəyi partiyar, ölərdə ev o qədər ilahi, nə gün dedik, çox bərbad da. Sonra bir dənə div apardım. Evin yiyəsini gözlədik. 15-20 dəqiqə. Harasa gedikmiş. Evin yiyəsi gəldi, çıxdı. Deyir ki, evin yarısında baba var, yarısında yox, nəsə bu heç də. Deyir, bəs aboy dəyişmək istəyirdi. Sonra dedik ki, satırı onsuz da evi dəyişər, alan özü dəyişər eləyərdi. Allah ev köçür, nə gündə, nə müsibətdə. Qiymətli bir qəpi aşağı salmırlar. Yəni o yerdə, o qiymətə o ev qeyri-mümkündür. Yəni o ev bəlkə 20 ildə qala o evlərin ikisində heç bir satılmaz. Ay Allah, nə gün evləri idi. Amma şükür gəldi, yəni buranı tapdıq. Yəni şükür ki, razıyıq, heç bir problemi falan yoxdur. Bəzi kiçik pürüzlər oldu, o da ki, yəni hər yerdə olur. Yəni belə. Video çəkmişim 10 dəqiqəlıq. Axırda baxdım ki, səsi yoxdur videonun. Ona görə yenidən çəkirəm. Nəsə, evi aldıq, elədik, oyan buyan. O birisini satdıq, sənədləşmə oldu, bu birisini aldıq, sənədləşmə oldu. O birisi evin müştəri zəng ilə saytda paylaşılan günü müştərisi çıxdı. Onun həmin o insanla sənədləşməsi falan harasa 4-5 gün çəkdi. Hardasa bir 10 gün, 8 gün biz bu evi axtarmağımıza vaxt getdi, evi tapmağımıza. Səhərsi gün sənədləşmə oldu. Hardasa 10 günə bu başa gəldi, 4-5 gün o başa gəldi. Sonra getdik biz ev üçün alış-veriş eləməyə. Nəsə alış-veriş eləməyə getdik Sədərəyincə hamam aksesuarları, mətbəx aksesuarlarını almağa getdik. Orada bütün hər yeri gəzdik. Nöqtə-nöqtə hər yeri gəzdik. Yaxşı tapmadıq, tapdığımızda münasib qiymət olmadı, aşırı bahaydı da. İndi mən neyim? Bir dənə mağaza tapdıq, çox yaxşı idi, qiymətləri də yaxşı idi, hər bir şey yaxşı idi da. Plus da ki, bir mağazada axtardığımız hər şey var idi. Yəni yarı-yarı bir ondan almaqdansa bir yerdən almaq daha rahatdır da, al-çıx. Çatdırmaqda özləri eləyirlər. Onunla zəngilərini danışdım, dedim ki, bəs bu qiymətə, qayət dedi ki, başınız sizə xarabdır, gəlin Vasmoyda daha ucuzdur, Vasmoyda burada santexnik şeylər, zatlar var. Almadıq, getdik Vasmoya. Elə bir biz 1000 manat civarı şeylədik, aldığımız şeylər 1000 manat olacaqdı, hər bir şeylə də. Vasmoyda 1200 manat, mən da qayət dedi ki, alardınız da Sədirəkdən. Bura niyə gəlir diskonda? Düz demişdi. Nəsə, yaxşı yoldaşım da həmən o mağazanın nömrəsini götürmüşdü. Çünki ağlımızda qalmış. Dedik, Vasmoyda alacaq, nə eləyib baxmaq, bilmədik hansı mağazada, hansı sıradır, nədir, o da budur, belə elə. Nəsə, zəng elədi yoldaşım, online sifariş verdik. Bütün hər şey yadında qalmışdı, bilirdi nə idi. Hamısını yığdı, göndərdi. Sonra mətbəx mebeli yeri tapdıq, gəldi, ölçüləri götürdü. Ondan sonra yataq otağı mebelin
tapdıq. Onda onlayn tapdım, sifariş verdim, ölçülərimi mən verdim, gəldilər, düzəltdilər. Bir də bir şey deyim, dolab sifariş verdim mən. Dolab sifariş verəndə mən deyirdim ki, bütün dolabların dərinliyi eyni olar. Amma eyni olmadı, çox balaca dərinliyi. Qış geyimləri asanda kurtka falan qapı açıq qalır. Hələ mən pencə yazmışam, qapı açıq qalır. Bir qapısı açıq qalır. Kurtkalar asanda bütün qapılar açıq qalır yəqin ki. Buna fikir verin. Hardasa Bəxtəndə may ayında 2 gün dalbadal güclü yağış yağdı. Yadınızdadır yəqin ki. Yataq otağıma belə gələsi dedi ki, ambarın qabağı su dolub falan filan, girib taxtalar götürə bilmirik. Sonra mətbəx mebeli gəldi, yerləşdirildi. Ondan sonra səhərisi günü santexnik gəldi, quraşdırdı. Həmin gündə də yataq otağı mebeli gəldi. Eyni gündə quraşdırıldı, elədi. Hər şey quraşdırılıb eləyəndən sonra səhərisi gün, yoxsa 1-2 gün sonra da gəldi hər şeyi yerləşdirməyə, eləməyə. Qonaq otağına da mamam divan aldı. Ev hədiyyəsi. Bəzi şeylərimiz çatmır. Təbii ki, normal bir şeydir. Yəni, eyni vaxtda hər şeyi eləməyə büdcə lazımdır insanda. Bir dənə istəyəsiydim. Onu deyəsiydim ki, ev alanda, satanda falan filan, yəni təmirdə falan belə şeylərdə, aksesuar almaq, nə bilim, aboy olsun, nə olsun da çox şeydir. Bu cütlüklər görürsək, bəzi cütlüklər ki, yəni hər şey pürüzsüzdür də, yəni çox yaxşı yola gedirlər, çox mehribandılar, nədilər, insan baxır, həvəslənir, deyir ki, yəni ay kaş biz evini satıb alardıq, yəni belə gün keçirlər deyirlərdi, hamısı boş şeydir, yəni kamera arxasını siz görmürsünüz. Aşırı dərəcədə yorucudur, aşırı dərəcədə stres, əsəb vericidir. Məsələn, mən bəyəndiyim yoldaşım bəyənmir, yoldaşım bəyəndiyim mən bəyənmirəm. Onun zövqü elədir ki, aşırı dərəcədə gözə girən bir şey bəyənir o, amma məndə elə deyildi, yəni istəyirəm sadə olsun. Məsələn, mənim Cehilsin birinci evdəki lepkalı, bəzəkli, düzəkli belə bir şeydir. Onda 20'li yaşlarım var idi, həm də ilk mebeli idi də, deyirlər təzə gəlinin mebeli ağ olmalıdır falan filan. Bu da krem rəngidir, o heç. Yəni bəzəkli, düzəkli, sadə şey olmasın. İndi ama 31 yaşım var da, neçə il keçib aradan, insan zövqü dəyişir eləyir. Yəni aşırı dərəcədə çox, yəni davalarımız, söhbətlərimiz oldu, yəni çox böyük davalarımız oldu. Məsələn, mən tutaq deyirəm ki, bir də onunla anlaşdığımız şey, mətbəxdəki pianino moyka, hamamdakı pianino duş, bir də ki, hamam aksesuarların qara rəngi olmağı. Qalan, yəni heç bir şeydə sözümüz tutuşmadı, bir şey eləmədi, yəni ideal görünən münasibət yoxdur da, yəni belə şeylərdə aşırı dərəcədə, çox da aşırı söz nə qədər dedim. Videolarda sayın düzgün tapanda məndən hədiyyə. Yəni çox dava söhbətlərimiz oldu, elədi, şükür gəldik, yaşayırıq normal şəkildə. Nəsə belə, bir dənə istəyəsi yadıma çıxdı. Bu videomda manifest videosu olsun, kim ki ev arzulayır, ev arzusundadır, kirayədə qalır və yaxud evlər yoxdur, nə bilim, qaynananla yaşayır, çıxıb tək yaşamaq istəyirlər, arzu qururlar, xəyal qururlar, həmin o insanlara manifest videosu olsun bu. Bu videoya baxın, arzulayın. İnşallah yerinə yetəndə siz də video çəkib mənə video etiketləyin. Çünki mən ev videosu paylaşanda neçə nəfər yazmışdı, sonra şəxsdə mənə geri dönüş elədilər ki, bəs sizin videonuzdan sonra həvəsləndik falan filan, doğrudan da ev aldıq. Bu qız düşərlidir. Nəsə də indi belə bir şey eləyin. Allah arzusunda olan hər kəsə ev qismət eləsin. Tam ürəyincə istədiyi kimi, nə bilim, neçə otaqlı, remont, təmiri falan filan, hər şey qaydasında olan inşallah bir ev olsun. Amma məni də etiketləməyi unutmayın. Bu videomda qayd edin, manifest videosu olsun.